Gəlin bu dəfə uyğunluq göstəriciləri barədə danışaq. Təkcə sənəd toplamaq kifayətdirmi? Satınlamada iştirak etmək üçün sadəcə sənədləri portala yükləməyin kifayət etdiyini düşünürsünüzsə, yanılırsınız. Əsas məsələ sənədləri yükləmək yox, o sənədlərin içindəki məlumatları düzgün yükləməkdir. Məsələn, qaydalara əsasən təqdim etdiyiniz təcrübə barədə müqavilə mütləq satınlama predmetinə oxşar olmalıdır. Yəni, abadlıq və yol işi görmək istəyirsinizsə, binanın tikintisi və təmiri təcrübəsi sizə bal qazandırmayacaq, uyğun olmayacaqsınız. Bəs təcrübəniz tək başına kifayət etmirsə, çıxış yolu birgə fəaliyyətdir. Amma unutmayın, birgə fəaliyyət müqaviləsində hər bir üzv müəyyən edilmiş uyğunluq meyarlarına ayrı-ayrılıqda cavab verməlidir. İstər peşəkarlıq təcrübə, istərsə də maliyyə imkanları olsun. Birgə fəaliyyətin hər bir üzvü öz payına düşən öhdəliyi sənədlə sübut etməlidir. Oxşar təcrübələrin birləşməsi sizi qalibiyyətə aparan ən qısa yoldur. Uyğunluq göstəricilərini düzgün analiz edin, risklərinizi sıfıra endirin. Satınlama dünyasının incəliklərini bizimlə izləyin.